Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri üçün növbəti sınav suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda həm sertifikasiyanın, həm də MİQ müsahibəsinə hazırlaşacaq bütün müəllimlər üçün, bütün ixtisas müəllimləri üçün bizim müsahibədən qızıl qaydalar adlı vəsaitimiz çapdan çıxmışdır. Yeni nəşr olunmuş vəsait tam müsahibə mərhələsini əhatə edir. Kitabı sifariş vermək üçün 051 644 31 54 nömrəsinə yazaraq əldə edə bilərsiniz. Keçək ilk suallarımıza. Deməli, ilk sual belədir ki, A plus 5 böl 18 kiçikdir 3-də 2 bərabərsizliyini ödəyən natural ədədlərin cəmini tapın. Yazaq A plus 5 böl 18 kiçikdir 3-də 2. Biz məxrəcləri bərabərləşdirsək, bu hissəni vuracaq 6-ya, olacaq A plus 5 böl 18 kiçikdir 18-də 12-dən və 18-lərin üzərinə xətt çəkirəm. A plus 5 kiçikdir 12-dən. A özü kiçikdir nədən? 12-dən 5 çıxanda 7. A-nın yerinə yaza biləcəyimiz natural ədədlər 7-yə qədərdir. Yəni 1, 2, 3, 4, 5 və 6. Ümumi olaraq bunun cəmini istəyirsə bizdən olacaq 21. Doğru cavab olacaq B variantı. Keçək növbəti bir suala. 2 nömrəli sual. Deyir ki, ikinci sualda 2 ədədin cəmi 215-dir. Böyük ədədi kiçik ədədə bölsək nataman qismətdə 6 qalıqda 5 alınır. Kiçik ədədin rəqəmləri cəmini tapın. A ədədi və B ədədi. Biri x-sə, biri də 215 çıx x-dir. Çünki bunları toplayanda bizə 215 versin. Yəni 215-i çıx x-i bölsə x-ə nataman qismətdə düşəcək 6 qalıqda da 5. Bölünən nataman qismət qalıq. 6-nı vuraram x-ə, üzərinə 5 gəlsə mən böyük ədədim almış olacam. 215 çıx x. İndi buradan x-ləri toplasaq 7x bərabərdir 210-a. X də bərabərdir 210-da 7-yə bölsək x olacaq 30. Elə bizdən kiçik ədəd istəyirdi. Kiçik ədədi tapdım 30. Bunun da rəqəmləri cəmi nəyə bərabərdir? Rəqəmləri cəmi nəyə bərabərdir? 3-ə. Doğru cavab olacaq A variantı. Keçək növbəti suala. Deyir ki, aşağıdakı onluq kəsirləri müqayisə edin. A bərabərdir 4 tam 1052, B bərabərdir 4 tam 1000-də 520, C bərabərdir 4 tam 10.000-də deməli 5002. Burada əsas nələrə diqqət yetirməli? Bax, tamlar bərabərdir. Hər ikisində üçündə bərabərdir. Birinci. İkinci hissəyə baxaq. İkinci. Baxırsan ki, burada 0-dır. Burada 5-dir. Burada da 5-dir. Deməli, bu kiçikdir. Sonra üçüncü məqam nəyə baxırıq? Burada 5-dir. Burada 2-dir. Artıq bu kiçikdir. A kiçikdir. A kiçikdir. Nədən? C-dən. Çünki 520 bura bir dənə 0 atsaq 5200 olacaq. 5200 əlbəttə 5002-dən böyükdür. A kiçikdir C-dən, C də kiçikdir B-dən.
Doğru cavab belə olacaq. A kiçikdir C-dən, C də kiçikdir B-dən. Doğru cavab E variantında qeyd olunubdur. Növbəti bir sual. Deməli 4 nömrəli sualdır. Deyir ki, iki şəhərdən aradakı məsafə 360 kilometrdir. 8:00-da sürəti 70 kilometr olan avtomobil A şəhərindən B şəhərinə doğru yola düşür. Saat 10:00-da isə B şəhərindən A şəhərinə doğru sürəti 40 km/saat olan avtomobil çıxır. Onlar saat neçədə görüşəcəklər? Bizim işimiz nədir? İlk növbədə 8-dən hərəkətdə olan 70 ilə gedən 2 saat yolda olur. 70-i vururam 2-yə, 140 km. Və 360-dan çıxıram 140-ı ki, aradakı həmin məsafəni tapaq. 220 qalır. Digər saat 10-dan B-dən də buna qarşı hərəkətdə olubdur. Əgər qarşı-qarşıya sürət varsa, deməli sürətlər toplanacaq. 70 ilə 40-ı toplayarıq 110 və 220-ni böləcəm 110-a, düşəcək 2 saat. Bizə deyir saat neçədə görüşərlər? 8:00 üzərinə 2 saat gedib 10-a qədər, bir də ondan da 2 saat gedib 12. Deməli 12:00-da görüşəcəklər. Doğru cavabımız olacaq C variantı. Növbəti bir sual, 5 nömrəli. Deyir, eni 3 desimetr, uzunluğu enindən 30% çox olan düzbucağının sahəsi ilə həcmi 512 cm kub olan kubun tam səthinin sahəsinin fərqini tapın. Birinci növbədə düzbucağının eni 30 cm-dir, 3 desimetr. Uzunluğu isə onundan 30% çoxdur. 30-un deməli 30%-i 9 eləyir. Üzərinə də 9 gəlsə 39. İndi düzbucağının sahəsi S bərabərdir. 39 vurulsun 30 bizə verəcək 1170 cm kvadrat. Əgər kubun həcmi 512-dirsə, kubdan kök çıxacaq. Deməli kubdan tərəf olacaq, til olacaq 8. Kubun tam səthinin sahəsini hesablayırıqsa, S bərabərdir 6A kvadratı. S də bərabərdir 6 vur 8-in kvadratı. Bizə verəcək 6-nı 64-ə vursaq 384. İndi fərqləri istəyir bizdən. 1170-dən çıxacam 384-dür. Aradakı fərq 786 cm kvadrat olacaq. Doğru cavabımız olacaq C variantı. Keçək növbəti suala. Lalə birinci gün dərslərinin 5də 1 hissəsini, ikinci gün isə 2də 1 hissəsini oxudu. Tapşırıqların neçə faizi yerinə yetirilməmiş qaldı? İlk olaraq biz buna 6 nömrəli sualda, yəni tapşırığı yerinə yetirsə 100% yerinə yetirmiş olur. 100%-in üzərində işlərimizi qurarıq. 100-ün 5də 1-ini götürsəm 20% birinci növbədə. İkinci gün 2də 1-ini. 100-ün 2də 1-i 50% edəcək. İndi baxaq görək nə qədər qalıb yerinə yetirmədiyi. 100-dən məlum faizləri çıxırıq. 50-ni çıxırıq, 20-ni çıxırıq, qalır 30. Deməli, bu adam 30%-də yerinə yetirsə, o zaman nə olacaq? Tam kitabı yerinə, tapşırıqları yerinə yetirmiş olacaq. Keçək növbəti suala. 7 nömrəli sualdır. 7 nömrəli sualda deyir ki, bir cüt zəri eyni anda atılır. Üst üzə düşən xallar cəminin 8 olma ehtimalını tapın. Ümumiyyətlə ehtimalda xallar necədir? 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5, 6. Biz bunları hamısına baxsaq, deməli 8 verməsi üçün 4 ilə 4 bizə 8 verir, 5 ilə 3, 3 ilə 5,
6, 2, 2, 6. 1 hal, 2, 3, 4, 5 hal. 5 halı mümkündürsə 36-dan 5 götürürük. Yəni doğru cavab olur C variantı. Keçək digər nömrəli suala. Burada bizdən nə tələb edir? Ləman cibindəki pulun əvvəlcə 5də 2 hissəsini, sonra qalan pulun 3də 2 hissəsini xərcləyir. Ləman 90 manat pul xərcləsə, cibində pul qalmayacaq. Ləmanın əvvəlcə cibində nə qədər pulu var idi? Demək, bu adam əgər ki 5də 2-sini xərcləyirsə, 5də 3-ü qalır. 3də 2-sini xərcləyirsə, 3də 1-i qalır və 90 manat pul xərcləsə, amma qalıb da bu 90 manatı. Tam pul eləyəcək. O zaman 3 ilə 3 gedir, qalır 5də 1 hissəsi, 5də 1 hissəsi. 90 olan ədədi tapırıq. X də bərabərdir, 90-ı 5-ə vursa 450. Adamın cibində nə qədər pul olur? 450 manat. Keçirik 9 nömrəli suala. 9 nömrəli sualda deyir ki, 4 və 6 litrlik cəmi 15 qab var. Bütün qablar birlikdə 74 litr su tutursa, neçə dənə 4 litrlik qab var? İlk olaraq, qabların X plus Y bərabərdir 15. 4 litrlik 4X, 6 litrlik 6Y bərabərdir 74. Sistem tənliyə saldıq sualı və bir tərəfi bərabərləşdirəcək yuxarı hissəni. Olacaq hər tərəfi 6-ya vursam 6x plus 6y bərabərdir 90. 4x plus 6y bərabərdir 74. Və nəticə etibarilə 6'lar gedir. 6'dan da 4 çıxanda 2x bərabərdir. 90'dan da 74 çıxsa 16, x də bərabərdir 8. Biz elə 4 litrliyə x demişdik. 8 dənə qap lazım olacaq. Doğru cavab C variantı. Keçək 10 nömrəli suala. 72 böl 4 plus 6 vur 4 böl 3 çıx 2 ifadəsində əməllər hansı ardıcıllıqla yerinə yetirilməlidir? Burada ilk olaraq baxırıq mötərizənin tərkibinə vurma əməli. Yəni 3-cü əməl. 3-cü əməl. Sonra bölmə əməli. 4-cü əməl. Sonra əsas həlli yox, əsas gedişatı bizə lazımdır. Bölmədən sonra mötərizənin daxilində toplama 2-ci əməl. Toplamanı bitirdikdən sonra bölməyə keçəcəyik. Hələ çıxma qalacaq kənarda. Yəni 1-ci əməl. Sonda isə çıxma əməlin yerinə yetirəcəyik 5-ci əməl. Doğru cavabımız belə olacaq. 3, 4, 2, 1 deməli doğru cavabımız olacaq C variantı. 11. Əsasən 2025-ci ilin MİQ sualların nəzdində yazılıb suallar. Şagird 360 səhifəlik kitabın birinci gün 15%-ni oxudu. Hər növbəti gün əvvəlki gündən 8 səhifə az oxudu. 5 gün sonra kitabın neçə səhifəsi oxunmamış qalar? Birincisi 360-ın 15%-ni tapıram. Bu bizə verir 54. Deməli 54 səhifə oxuyub. 54 səhifə birinci gün olsun. İkinci gün 8 səhifə az oxuyacaq. İkinci gün oxuyacaq 46. Üçüncü gün olacaq 38. Dördüncü gün olacaq 30. Beşinci gün olacaq 22. Bizə nə lazımdır? Bunları toplayaq. 190. Və 360-dan da 190'ı çıxıram. Yerdə qalır 170 səhifə. Doğru cavabımız olur A variantı.
Keçək 12 nömrəli suala. Deyir ki, 12-ci sualda. Yüzlüklər mərtəbəsinə qədər yuvarlaqlaşdırdıqda 4700 alınan rəqəmləri müxtəlif ən böyük ədəd ilə, minliklər mərtəbəsinə qədər yuvarlaqlaşdırdıqda 85000 alınan rəqəmləri müxtəlif ən kiçik ədədin cəmini tapın. Birincisi 4700 alınması üçün ən böyükdə biz həmişə 49 gəlirik yüzlükdə 49. Olur 4749. Amma biz bunu yazmayacağıq. Niyə? Buradakı 4'ü dəyişməliyik. Bunun yerinə 3 yaza bilərik. Yazarıq 4739. Bu birinci ədədimiz. İkinci ədədimiz 85000 alınması üçün kiçik ədəddə 500 çıxırıq. Olur 84500. Amma yenə də sıfırlar burada fərqlidir. Buradakı sıfırın yerinə 1 yaza bilər. Yəni 84501. Aldığımız ədədləri toplayacağıq. 84501 ilə buradakı ədədin yerinə yazmışdıq. 4739. Bizə lazımdır bunların cəmi. Və bu da bizə verəcək 89240. Doğru cavabımız olacaq C variantı. Keçək növbəti suala. 13. 3 bucağın bir bucağı düz bucağın 15'də 7. Digər bucağı isə açıq bucağın 10'da 3 hissəsi. Buna əsasən 3 bucağın 3-cü bu digər, yəni bucağını və 3 bucağın növünü müəyyən edin. Buradan düz bucağın 3 bucaq çəkirəm. Düz bucaq 90 dərəcədir. 90'ın 15'də 7'si bizə 42 dərəcə verir. Sonra açıq bucağı 180 dərəcədir. Bunun 10'da 3'ü bizə verəcək 54 dərəcəli. İndi məlum bilirik ki 3 bucağın daxili bucaqları 180 dərəcədir. 180'dən çıxırıq 42'ni, çıxırıq 54'ü. Bizə qalır 84 dərəcəli bucaq. 84 dərəcəli bucaq. 84 dərəcə. Bax, bucaqlar belədir. 42. Deməli, 42 dərəcə, 42 dərəcə, 54 dərəcə və 84 dərəcə. Əlbəttə ki, bu 3 bucaq 84 dərəcəli və müxtəlif tərəfli bucaq olacaq. Fərqli bucaqlar olduğuna görə müxtəlif tərəfli olacaq. 14. Deyir, perimetri 40 desimetr olan kvadratın tərəflərinin orta nöqtələrini birləşdirsək, yeni bir kvadrat aldılar. Və orta nöqtələrini birləşdirib yeni bir kvadratı. Alınan yeni kvadratın sahəsi neçə desimetr kvadratdır? Ümumiyyətlə kvadratın tərəfi 40, perimetri 40-dırsa, o zaman 40'ı biz bölərik 4'ə. Kvadratın tərəfi 10'dur. Orta nöqtələri birləşdirmək deyirsə, bu zaman biz sahəni tapacağıq. Orta nöqtəyə görə 10'u vuracam 10'a, böləcəm 2'yə. Olacaq 50 desimetr. Doğru cavabımız olacaq C variantı. Keçirik növbəti suala. 15. Deməli 357 x, y 5 rəqəmli ədədində onluqlar mərtəbəsinin rəqəmi təkliklər mərtəbəsinin rəqəmindən 2 vahid çox, yüzlüklər mərtəbəsinin rəqəmindən 1 vahid azdır. Buna əsasən x və y ədədlərinin mərtəbə qiymətlərinin cəmini tapın. Deməli, onluqlar mərtəbəsindəki rəqəm təkliklərdən 2 vahid çoxdur, yüzlüklərdən 1 vahid azdırsa, deyir ki, yüzlüklər mərtəbəsinin rəqəmindən 1 vahid azdır. Yüzlükləri baxaq, təklik, buradan yazaq, 357 x, y.
Təklik, onluq, yüzlük. Bundan bir vahidasə deməli bura 6-dır. Təkliklər mərtəbəsi rəqəmindən 2 vahid çoxdursa, 6-dan 2 çıxsam 4 qalacaq. Deməli, onluq 6 oldu, təklik 4 oldu. Və bizə deyir ki, burada bu şərti tamam elədik. X və Y ədədlərin mərtəbə qiymətlərinin cəmi. X-in mərtəbə qiyməti olacaq 60, çünki onluqlardadır. Y-də isə 4 olacaq. 60 ilə 4 də toplayacaq 64. Doğru cavab olacaq B variantı. Keçirik 16 nömrəli suala. 5 ədədin ədədi ortası 32-dir. Hər ədəd əvvəlkindən 6 vahid böyükdür. Buna əsasən ən böyük ədədin 4də 1 hissəsini tapın. 5-i vururam 32-yə 160. Birinci ədəd x, ikinci ədəd x plus 6, x plus 12, x plus 18, 18 və x plus 24. Bunlar bizim 5 ədədin cəminə bərabərdir, yəni 160-a. X-lər olacaq 5x plus 60 bərabərdir 160-a. 5x bərabərdir 100-ə. X də bərabərdir 20-yə. Aparıb böyük yerinə yazsaq, 20 ilə 24 bizə verəcək 44. Və 44-ün 4də 1-ini istəyir bizdən. 44-ü 4 yerə bölsək 11. Doğru cavabımız olacaq C variantı. Keçək növbəti sual 17 nömrəli sualdır. Birinci gün 60 ton, ikinci gün birinci gündən 40% çox, üçüncü gün isə ikinci gündən 14 ton az buğda yığıldı. Bu 3 gündə yığılan buğdanın 5də 2 hissəsini tapın. Deməli, birinci gün məlumdur 60, ikinci gün 60-ın 40%, 60-ı 40-a vurub 100-ə bölsək 24 edəcək. Və bunu da 60-ın üzərinə gələrik. Olacaq 84. Üçüncü gün isə ikinci gündən 14 ton az. 84-dən 14 çıxacaq 70. Deməli, məlumdur artıq 60, 84, 70. Hamısını toplasaq bizə verəcək 214. Və 214-ün 5də 2 hissəsini tapırıq. Bölürük 5-ə, vururuq 2-yə. 85,6. Doğru cavab olacaq C variantı. Keçirik 18 nömrəli suala. 18 nömrəli sualda deyir ki, qardaş bacıdan 10 yaş böyükdür. Bacının yaşı qardaşın yaşının 9'da 4 hissəsi qədərdir. 5 il sonra qardaşın və bacının yaşları cəmi neçə olacaq? Cəmi yazılmalıdır. Cəmi neçə olacaq? Buradan biz yazırıq qardaş, bir də bacı. Əgər qardaşın yaşının 9'da 4'üsə, qardaş 9x-dir, bacı da 4x-dir. Bunların fərqi nə qədərdir? 10 yaş böyükdür. 9x-dan 4x çıxırıq, bərabər edirik 10-a. 5x bərabərdir 10, x də bərabərdir 2-yə. 4'ü 2-yə vursaq 8, 9'u 2-yə vursaq 18. Deməli, bunların yaşları necədir? 18 və 8. 5 il sonra hər ikisinin yaşları cəmini istəyir. Toplayaq 8, üzərinə 18, bir də hərəsinin üzərinə 5, 5, 10 gələcək. Olacaq 36 yaş. Doğru cavab olacaq B variantı. Keçirik 19'a. 5 tam, yəni onluq kəsir verib bizə. 5 tam, qeyd edeyim burada. 5 tam 48'də 6. Kəsirini onluq kəsirə çevirin.
Hələ ki 5 ilə işimiz yoxdur. Baxın, 48-də 6-nı ixtisar eləyəcəm. Olacaq 8-də 1. 8-də 1-i də deməli, onluq kəsrə çevirsəm, 1-i böləcəm 8-ə. Bizə verəcək 0 tam 1000-də 125. İndi 5 tamımız da vardı. Həmin o 5 ilə toplasaq, olacaq 5 tam 1000-də 125. Doğru cavabımız olar A variantı. Keçək növbəti suala. 20 nömrəli sual. Deyir ki 914 çıx 5A plus 48 vur 7 böl 3 üzərinə 70 bərabərdir 76 olarsa 3A plus 3 ifadəsinin qiyməti haqqında doğru fikri seçin. Birincisi biz ifadəmizi tapaq, sonra doğru və yanlış fikri taparıq. 76-dan 70 çıxacam 6. 6-nı 3-ə vuracam 18. 914-dən 18-i çıxacam 890. Deməli 896 və bölürük 7-yə. Bölürük 7-yə, düşür 128. İndi ifadəmiz necə qalıb? 5A plus 48 bərabərdir 128-ə. 5A bərabərdir 80-ə. A da bərabərdir 16-ya. A-nı tapdıq. Buranı təmizləyək. A 16 ise bu ifadədə yazaq. 3 vur 16 plus 3. 48-i də üzərinə 3 gəlsə 51. Görək 51 ifadəsi hansı variantda doğru verir? Onluqlara qədər yuvarlaqlaşdırdıqda ədəd artır. Artmır, yanlışdır. Onluqlar mərtəbə vahidinin sayı 8-dir. Bu da yanlışdır. Cüt ədəddir. Bu da yanlışdır. Tək ədəddir. Ədədin rəqəmləri cəmi 6-dır. 5 1 6 doğrudur. Rəqəmləri hasılı 18-dir. Bu da yanlışdır. Doğru cavabımız elə olacaq neçə? D variantı. Suallarımız bu qədər. Növbəti sınaq suallarımızda görüşənə qədər sağ olun, salamat qalın.